2025-ci ildə elmi dərəcələrin verilməsi və onlardan imtina edilməsi ilə bağlı statistik məlumatlar açıqlanıb. Bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb. Məlumatda qeyd olunur ki, keçən il 474 nəfərə fəlsəfə doktoru elmi adı verilib. 284 nəfər isə həmin elmi dərəcə ilə bağlı imtina cavabı alıb. Statistikaya əsasən, fəlsəfə doktoru üzrə ən çox elmi ad filologiya elmləri sahəsində verilib. Biologiya, tibb, iqtisad elmləri, filologiya, sənətşünaslıq ən çox imtina verilən elm sahələridir. Milli təhlükəsizlik və hərbi elmlər sahəsində 4 nəfər fəlsəfə doktoru elmi adı alıb. Bu elm sahələrində fəlsəfə doktorluğuna imtina cavabı verilməyib. Bununla yanaşı 2025-ci il ərzində elmi adların verilməsi və ya verilməsindən imtina olunması ilə bağlı da statistik məlumatlar açıqlanıb. Belə ki, ötən il 187 nəfərə elmi ad verilib. 45 nəfərə isə elmi adın verilməsindən imtina edilib. Müxtəlif elm sahələri üzrə 146 nəfərə dosent, 41 nəfərə professor elmi adı verilib. Eyni zamanda 38 dosent, 7 professor elmi adının verilməsindən imtina edilib.